İlham Əliyev hakimiyyətinin, yəni bugün o şeylerin başında duran adamlar da bilirlər ki, bunlar boş, havai bir şeydir. Məsələn, deyək ki, bugün gündəmdə olan, məsələn, bizim gözəl balamız, mən Dəyanət, məsələn, Kəramət Böyükçölü, düzünü deyim ki, dostlar, mənim çox Dəyanətin, məsələn, yazısı kimi mən onun heç bir əsərini demək olar ki, bir-iki dənə balaca xırda şeylərdən başqa heç nəyini oxumamışam. Amma bugün təsəvvür edin, Dəyanətin dedikləri, məsələn, deyək ki, o şeylərdə çox böyük həqiqətlər var. Yəni, o həqiqətlər ki, inanın, o həqiqətlər ki, biz onun bəzən onların o həqiqətin yanından göz yumub keçirik, görəməzliyə vururuq ki, ona görə ki, onu boynuna alsan ki, görmürsən, gərək buna cavab verəsən. Yəni, belə şərəfsizlik eləmək olmaz. Yəni, o gün mən düzün deyim ki, bu Laf TV-də Ləman Ələşrəf qızının Kəramətlə 16 dəqiqəlik şeyi var idi, söhbəti var idi. Paylaşmışdı. Ben de orada gördüm. İndi bir dənə YouTube'da, TikTok'da bir balaca bir şey paylaşıb. Gəlin, 1 dəqiqə 57 saniyədir. Onu mən hamısını verməyəcəm. Yəni, 1 dəqiqəsində qulaq asaq, fikrimi tamamlamaq üçün. Baxın. Ramiz Mehdiyev şəkil paylaşıb yazmışdım ki, vaxt var idi sənin haqqında pis söz deyən də adamı bilirdilər. İndi də yaxşı söz deyən də adamı bilirlər. İndi çox mürəkkəb məsələdir. Əlbəttə, kim Azərbaycan dövlətinə, onun ərazi bütövlüyünə, suverenliyinə xəyanət edirsə, bunun cəzası bağışlanmaz. Kim hakimiyyəti zorla ələ keçirmək üçün planlar həyata keçirirsə və belə bir niyyəti, məqsədi olursa, bunun cəzası, yəni ən ağır cəzası verilməlidir. Amma bugün Azərbaycan cəmiyyətində elə bir vəziyyət yaranır ki, elə bir situasiya yaranır ki, hakimiyyət haqlı olanda belə, nədəsə haqlı ola bilərlər, olanda belə, onu dilə gətirmək çətin olur. Və niyə belədir? Bizə elə bura qədər bəsdir. Arxası o siyasi məsələdir, yəni münasibətlər falan. Yəni mən nəyi demək istəyirəm dostlar? Yəni hökumətlə bağlı, yəni çevrilişlə falanla. Bunlar hamısı indi bir Kəramətin bu söylədiyi, indi arxasınca o siyasi şeylə, siyasi liderlərdən bağlı olan söhbət, mən ona getmək istəmirəm. Burada söhbət nədir? Baxın, dövlətə, deyək ki, qarşı çevriliş eləyəndə, deyək ki, hökumətə qarşı, əslində burada elə bir şey yoxdur. Bir qrup insanlar da düşüblər bir qrupun üstünə talamaqla, dağıtmaqla, yığmaqla məşğuldurlar. Yəni, yoxdur elə bir şey. Yoxdur o dövlət ki, anlayırsınız məni, o dövlət yoxdur ki, deyək ki, o dövlətə kimsə deyək ki, çevrilişə yönəlsin və yaxud da nəsə eləsin. Elə bir şey yoxdur. Heydər Əliyev də yadınızdadırsa, bəyək, onu da deyirəm, bu statusunda yazır ki, Heydər Əliyevdən kəsflər deyir ki, mən deyir, təxribatlardan da, yəni mənə qarşı olan sui-qəsdlərdən də filan da hamısından keçərək bu milləti, bu müstəqilliyi filanı qorumuşum. Bizim ümumiyyətlə Azərbaycanda, o gün kimsə bir dostlardan biri də status yazmışdı. Bizdə terrorla bağlı heç nə tapa bilməzsən. Deməli, Heydər Əliyev tapşırır, körpünün altına 2 dənə mina qoyurdular və güya ki, Heydər Əliyev oradan kimsə gəlib onu tapışırlar, zərərsizləşdirilər. Güya Heydər Əliyevə sui-qəsd olur. Bu gün də bütün bu boyda oyunlar, baxın, Azərbaycanda bugün baş verən həmən bu Kəramət bəyin dediyi bu söhbət, yəni ölkəyə təcavüz olunanda, sui-qəsd olunanda filan dövlətə. Fakt, bunlar o dövləti iqruşqa səviyyəsinə salıblar. Oyuncaqdır, bu dövlət deyil. Və burada da bunlar özləri, yəni İlham Əliyevin bildiyi səviyyədə, yəni hansı ki, deyir ki, mən bilirəm. O səviyyədə bunlar öz işlərini qururlar. Məsələn, deyək ki, tuturlar, yıxırlar, heç nə yoxdur ortada. Biraz pul almaq üçün, nə eləmək üçün. Məsələ budur. Yəni bizim dəhşətimiz budur.